Salam, hər vaxtınız xeyir. Demək, test izahı verəcəm. 2 dənə testin izahına baxaq. Demək, birinci testdə nə deyir? Deyir, ismin xüsusiyyətlərini daşıyan sifət, sifətin xüsusiyyətlərini daşıyan isim. İsmin xüsusiyyətlərini daşıyan sifət, sifətin xüsusiyyətlərini daşıyan isim. Yəni, bunları variantlarda tapmalıyıq. A variantda deyir, işıqlı dünyadan necə əl çəkim? Burada var, xeyr. Burada sual əvəzliyidir, işıqlı, sifətdir. Burada yoxdur. Mərdi qova-qova namərd oldular. Mərdi. Burada mərd sifətdir, isimləşib. Amma sifətin xüsusiyyətini daşıyan isim yoxdur. Bunu da çıxırıq. Sizincilər dəmir vaqonlarında sürgün olundular. Sizincilər dəmir vaqonlarda sürgün olundular. Burada sizincilər sözündə sizinci sifət deyil, isimdir. Ona görə biz bu variantı götürməyəcəyik. Dəmir isimdir, burada sifətin yerində işlənib. Bu söz götürmək olar. Amma sizincilər elə isimdir, burada da isim olaraq qalır. C-ni çıxdıq. D-də deyir torpaq yolu var. Torpaq nədir? İsimdir. Morfoloji baxımdan. Burada sifətləşib, yəni sifətin yerində işlənib. Qocaların keçmişi. Qoca da sifətli ismin yerində işlənib. Demək cavab D variantı. Gözəl cümlə görəcəyik. Gənclər. Gənclər burada xitabdır. İsimləşmiş xitab. Gözəl cümlələr də ki, elə gözəl sifətdir. Burada da yoxdur. İndi 71-ə baxaq. Deyir, ismin xüsusiyyətlərini daşıyan sifət işlənir. Baxaq. Sifət deyir bizə işlənib, amma ismin xüsusiyyətlərini daşıyır. Bu uşaq olduqca ağıllıdır, ağıllı deyilə sifətdir. Bizim kənddəki qocalar cavanlara öyrədir. Qoca, cavan nədir? Sifətdir. Amma neyini isimləşib? Gözəl düşüncə, gələcəyə işıq saçar, burada yoxdur. Yaxşı insanlara sağlığında qiymət verir, burada yoxdur, elə sifətin özüdür. Yəni isim yoxdur ki, sifətləşsin, yəni sifətin yerində işlənsin. Düzlük edib düz olaq. Burada da yəni elə bir sifət yoxdur ki, ismin yerində işlənsin. Demək B variantı. Birincidə D oldu, ikincidə